Üz dərisinin ağarması üçün dərini şüşə kimi hamar edən və qırışları da yox edən sadə və çox ucuz ev şəraitində hazır edə biləcəyiniz bir maska deyəcəm. Həm kişilər, həm qadınlar da rahat istifadə eləyin. Elə mən deyəndən sonra yoxlayın. %100 nəticəsini görəcəksiniz və şərtdə nəticənizi mütləq yazın. Və bunu bilməzdən öncə yeganə xahişim odur ki, milyonlarla insan bu videonu izləyəcək. Amma aşağıdan takip etmə, abunə ol düyməsinə basın, səhifəmi izləyin, videonu like eləyin. Bu pulsuzdur da, amma mənə gözəl bir dəstək olacaq və motivasiya verəcəksiniz. Xahiş edirəm, bax bunu eləyin. Hazırlaması üçün isə 2 ədəd aspirin tableti var. Toz halına çevirin, üzərinə yumurtanın sarısını əlavə edin və 1 çay qaşığı da soda əlavə edin, gözəl qarışdırın. Təmiz üz dərinizə də bunu əlavə edəndən sonra 15-20 dəqiqə gözləyin, qurusun. Sonra ilıq su ilə üzünüzü yuyun və dəyişikliyi anındaca görəcəksiniz. Mütləq dostlarınızla paylaşın ki, hər kəs bunu görsün.